Salam. Bugün sağlamlığınız üçün çox aktual bir mövzunu təhlil edirik. Əlimizdə Neuroscience News-da çıxan bir məqalə var. Çində aparılmış çox böyük bir tədqiqatdan bəhs edir. Mövzumuz da budur. Yüksək qan təzyiqini, yəni hipertoniyanı, idarə etməklə demensiya riskini azaltmaq olarmı? Və bu tədqiqat, baxın, 33 mindən çox insanı əhatə edib. Gəlin görək nəticələr sizin üçün nə deməkdir? Bəli, bu həqiqətən çox vacib bir araşdırmadır. Unutmayaq ki, demensiya, bilirsiniz də, dünyada 5-ci əsas ölüm səbəbidir. Və müalicəsi də yoxdur elə ki. Məhz elə. Effektiv müalicəsi yoxdur. Ona görə də risk faktorlarını azaltmaqla onun qarşısını almaq, yəni ilkin profilaktika çox önəmlidir. Bu tədqiqat da məhz bu istiqamətdə güclü dəlillər verir. Gəlin biraz daha dərindən baxaq onda. Bu tədqiqat necə aparılıb? Mənbədə deyilir ki, bu Çin kənd hipertoniyasına nəzarət layihəsi, qısaca SRHCP3 çərçivəsində olub. Bu tam olaraq nə deməkdir? Dəqiq. Bu tədqiqat deməli Çinin 326 kəndində yaşayan, yüksək təzyiqi nəzarətsiz olan təxminən 34 min nəfəri əhatə edib. 34 min nəfər kənd yerlərindən. Bəli. Onları təsadüfi iki qrupa bölüblər. Bir qrup intensiv müalicə alıb, digəri isə standart qayğı. İntensiv qrupda məqsəd qan təzyiqini 130-80 mm jidirci altın olundan aşağı salmaq olub, yəni sistolik 130-dan, diastolik isə 80-dən aşağı. Bu, adətən tövsiyə olunan hədəflərdən daha sərtdir, elə deyilmi? Bəli, çox vaxt standart yanaşmadan daha aqressiv bir hədəfdir və işin ən maraqlı tərəfi odur ki, bu prosesi həkimlər yox. Həkimlər yox, bəs kim? Xüsusi təlim keçmiş icma səhiyyə işçiləri idarə edib. Özdə 4-8 ay, yəni 4 il ərzində. Bu CRHCP3 layihəsi də məhz kənd yerlərində təzyiqlə mübarizəyə yönəlmiş böyük bir təşəbbüsdür əslində. Çox maraqlı bir model. Deməli, icma işçiləri, daha sərt hədəflər, bəs nəticə, bu fərqli yanaşma həqiqətən təzyiqi aşağı saldı mı və ən vacibi, beyin sağlamlığına təsir oldu mu? Tamamilə. Nəticələr açığı çox təsir edicidir. İntensiv müdaxilə qrupunda qan təzyiqi standart qrupa baxanda xeyli aşağı düşüb. Orta hesabla sistolik təzyiqdə 22 mm Hg, diastolikdə isə 9,3 mm Hg fərq yaranıb. Bu ciddi fərqdir rəqəmlərdə. Bəs demensiya? Ən əhəmiyyətlisi də odur. Baxın, bu 48 ayın sonunda intensiv müalicə alan qrupda hər hansı səbəbdən demensiya yaranma riski standart qayğı alan qrupla müqayisədə 15% daha az olub. 15%. Bu, demensiyanın müalicəsinin çətinliyini düşünsək, çox ciddi bir rəqəmdir. Yəni, intensiv təzyiq nəzarəti demək olar ki, ən təsirli profilaktika üsullarından biri ola bilər. Məsələdir. Və təkcə demensiyada deyil, həm də GIND, yəni demensiya olmayan koqnitiv pozğunluq riski də 16% azalıb. GIND nədir tam olaraq? GIND, yəni yaddaş və ya düşünmə ilə bağlı problemlər olur. Bunlar nəzərə çarpır, amma hələ tam demensiya diaqnozu qoyulacaq qədər ağır deyil, yüngül koqnitiv pozğunluq kimi də düşünə bilərsiniz. Anladım. Onu da deyim ki, intensiv müalicə qrupunda ciddi mənfi təsirlər, yəni yan təsirlər daha az olub, bu da yanaşmanın təhlükəsiz olduğunu göstərir. Deməli, əsas mesaj budur ki, qan təzyiqini daha ciddi şəkildə hədəfləmək, yəni 130-80, təkcə ürəyimizi qorumur. Həm də beynimizi qoruyur, bəli. Bu, xüsusilə sizin üçün əgər yüksək təzyiqiniz varsa, ya da yaşlandıqca beyin sağlamlığınızı qorumaq istəyirsinizsə, çox vacib bir məlumatdır. Bəli, amma burada başqa bir diqqətə layiq məqam da var. Bu tədqiqat təkcə nəticələri ilə deyil, həm də tətbiq etdiyi modelə görə önəmlidir. Yəni, icma səhiyyə işçilərinin rolu. Bəli, həkim olmayan səhiyyə işçilərinin rəhbərliyi ilə icma səviyyəsində belə effektiv nəticələr əldə etmək, bu göstərir ki, bu yanaşma resursların az olduğu yerlərdə belə tətbiq oluna bilər, geniş miqyasda. Bu, demensiya ilə qlobal mübarizədə çox praktiki bir addım ola bilər. Yekunlaşdırsaq, deməli, əlimizdəki məlumatlar çox aydındır. Yüksək qan təzyiqini 130-80 mm H hədəfinə salmaq üçün intensiv, yəni daha ciddi səy göstərmək, demensiya riskini ölçülə bilən dərəcədə azaldır. Bəli,
Bu, demensiyanın qarşısının alınması üçün əlimizdə real, konkret bir vasitə olduğunu bir daha təsdiqləyir. Bəs gələcək? Bu tədqiqat çox vacibdir, amma elm dayanmır. Elədir. Bütün bunlar bizi gələcəyə baxmağa sövq edir. Tədqiqatçılar artıq növbəti addımları düşünürlər. Məsələn, böyük verilənlər bazaları, yəni big data və süni intellekt vasitəsilə. Yəni ağıllı kompüter proqramları ilə. Bəli, böyük həcmli sağlamlıq məlumatlarını analiz edən proqramlarla demensiyanı daha erkən proqnozlaşdırmaq və hər bir şəxs üçün daha uyğun fərdi profilaktika strategiyaları hazırlamaq. Baxın, sizin üçün bir düşünmə məqamı. Gələcəkdə sizin fərdi demensiya riskiniz necə qiymətləndirilə bilər? Və bunun qarşısını almaq üçün təkcə qan təzyiqiniz yox, süni intellektin analiz etdiyi bir çox başqa faktorlara əsaslanan hansı fərdi tədbirlər görülə bilər? Bu, həqiqətən üzərində düşünməyə dəyər bir sualdır.